Baş ağrılarını yaradan səbəblər nələrdir? Müayinə və diaqnostikasında hansı üsullardan istifadə olunur? Miqreni nə kimi amillər sürətləndirir? HB Güvən Klinikasının nevroloqu uzman doktor Aygül Mahmudova danışacaq. Ağrı kəsici kesinliklə və kesinliklə önərilmir. Niyə? Çünki ağrı kəsicinin çox qəbul edilməsi özü ikincil bir baş ağrısı səbəbidir və ən çox görülən baş ağrılarından biridir. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Mən Doktor Dilbər Rahim. Səhhətimizin bugünkü buraxılışında hər birinizi xoş gördük. Verilişimizə Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğuna baxırsınız. Ekrana yaxına əyləşin, çayınızı, kofenizi hazır eləyin. Maraqlı bir mövzudan danışacağıq, baş ağrılarla danışacağıq və əlbəttə ki, bugün bir nevroloq bizim qonağımızdır. İstərdim onu sizlərə təqdim edeyim. Bugünkü qonağımız HB Güvən Klinikasının uzman nevroloqu Aygül Mahmudovadır. Necəsiniz doktor? Sağ olun. Əhvalınız yaxşıdırsa? Mövzunu da açıq elan elədik. İlk başda istərdim bu baş ağrılarının belə deyək, risk faktorlarını bir vurğulayaq. Baş ağrısı əlbəttə ki, indi cəmiyyətimizdə bir çox səbəblərə görə onsuz da əhalinin əziyyət çəkdiyi mövzulardan biridir. Bir nevroloq olaraq istərdim risk faktorlarını vurğulayasınız. Risk faktorları biraz geniş bir kavramdır. Çünki baş ağrısının alt qrupları o qədər çoxdur ki, növləri. Hər növündə özünə görə fərqli risk qrupu da ola bilir. Ümumi ələ aldığımızda baş ağrıları birincili və ikincili baş ağrıları var ki, birincili baş ağrıları altında hər hansı bir səbəb olmadan ortaya çıxan, orqanik bir səbəb tapa bilmədiyimiz baş ağrılarıdır. Onun özünün də alt qrupları vardır. İkincili baş ağrıları isə hər hansı bir səbəbə bağlı bir xəstəlik vardır, bir şey vardır, ona bağlı baş ağrısı ortaya çıxır. Daha çox burada primer olaraq o xəstəliyə odaqlanıb, onun müalicəsi nəticəsində də baş ağrısını deyək ki, çözmüş oluruq. Və əsas daha çox el arasında yayılan deyək ki, bu birincili baş ağrılarıdır ki, birinci baş ağrılarının ən çox görülən əslində gərilim baş ağrıları, stres, gərginlik faktorlarına bağlı ortaya çıxan baş ağrısıdır. Amma bu insanları çox-çox rahatsız etmədiyi üçün, yəni şiddət olaraq bizə xəstələr daha çox miqren baş ağrısı ilə müraciət edirlər. Çünki miqren şiddətinə görə gərilim baş ağrısından daha şiddətli xəstələrin həyati fəaliyyətini daha çox etkiləyən bir ağrıdır deyim. Miqren ağrısından üzərindən gedəsi olsaq deyək ki, yəni risk faktorları daha çox nələrdir? Ən çox miqreni tetikləyən şeylər yuxusuzluq, aclıq, susuzluq. Bu hətta xəstə bazında dəyişə bilir. Bəzi xəstələr məsələn susuzluğa qarşı aşırı həssas olurlarsa, bəziləri ac qalanda ağrı tetiklənə bilir. Yuxusuzluq ümumilikdə ən çox etkiləyən faktorlardan biridir ağrının başlamasını. Bundan başqa cinsiyyət olaraq qadınlarda hormonal dönəm dəyişikliklərinə bağlı olaraq dönəmsəl, məsələn, aybaşı dönəmlərində daha çox tetiklənir. Hətta menstrual miqren dediyimiz bir forması vardır miqrenin. Bunun dışında yaş faktoru desək ki, orta yaşlarda daha çox görürük miqreni. Məsələn, 20-60 yaş arası, hətta 50 yaş deyim belə. 50-nin üstündə gələn bir xəstədə, məsələn, miqren primer ilk başlanğıc olaraq çox qarşılaşdığımız bir durum deyil. Daha erkən yaşlarda başlar. Hətta uşaqlıqdan, ailəsəl keçişli olanlar uşaqlıqdan başlaya bilirlər. Ailədə varsa, məsələn, 8-9 yaşındakı bir uşaq belə miqren ağrısı ilə çox rahat müraciət edə bilər. Genetik şəkildə bu şəkildə var, keçidi var. Bəli, genetik faktor ilə risk faktorlarından biri də genetikdir və genetik keçişlərin hətta gedişatı biraz daha belə şiddətli, biraz daha ağrıya dirəncli ağrılar ola bilir, miqren deyelim. İstərsiniz şeylərə başlayaq artıq, səbəblərini biraz belə deyək, araşdıraq tam olaraq. Həm istərsiniz onların növlərə, qruplara da bölüb daha açıq, aydın şəkildə tamaşaçılara çatdıra bilərik. Baş ağrısı üzərindən mi gedək, yoxsa miqren üzərindən mi? İstəyirsiniz baş ağrıları üzərindən gedək, miqreni də sonda vurğulayarıq. Necə istəyirsiniz? Yəni səbəbləri belə deyim də, birincili baş ağrılarının altında yatan səbəb dediyim kimi bəlli deyil. Yəni mən bir beyinə MRT çəkim, miqren diaqnozu qoyum. Yox, bunu eləyən varsa da səhvdir. Çünki MRT-də mən miqrenə dair bir əlamət, bir şey görməyəcəm. Orqanik bir patologiya deyil. Xəstə ilə danışaraq qoyulan bir diaqnozdur. Tetikləyən faktorları, risk faktorları dedik zaten, onlara bağlı ortaya çıxır, deyək ki, ağrılar. Xüsusi bir səbəb sadəcə hal-hazırda son dönəmlərdə, yəni patogenizini anlatacaq olsaq, beyin qışalarındakı, damarlardakı vazodilatasiya dediyimiz genişlənməyə bağlı ortaya çıxan bir ağrıdır.
bu vazodilatasiya niyə ortaya çıxır? Bunu net olaraq göstərən bir şey yoxdur hələ ki. Yəni bir çalışma mı deyim, bir şey mi deyim, dəqiq bilinmir. Sadəcə o dövrdə qanda bəzi bu vazodilatasiya səbəb olan deyək ki, proteinlərin, maddələrin artışı hani izlənibdi və ona yönəlik də hətta dərman müalicələri deyək ki, təyin olunur. O maddələri azaldan, baskılayan şeylərlə ki, biz o vazodilatasiyanı aradan götürək miqrendə. Amma sekonder baş ağrıları dedik, onların artıq səbəbləri belə deyib bəllidir. Təbii ki, yəni sekonder baş ağrıları zaten dedik adından bəlli ikincili baş ağrılarıdır. Yəni ikincili olaraq ortaya çıxır baş ağrısı. Birincili səbəb olaraq altında bir şey var. Bu beyində bir şiş xəstəliyi ola bilər, iltihabi xəstəlik ola bilər, hər hansı bir məsələn epilepsiya xəstəliyinin bir başlanğıcı deyək ki, yəni baş ağrısı şəklində prezent ola bilər, dalcada aynən sonra tutması gələ bilər. Və ya iltihabi xəstəliklərdə meningit məsələn deyək ki, ciddi bir baş ağrısına səbəb ola bilər. Bəzən məsələn beyin daxilində beyin onurğa beynin mayeəsi var, hansı ki beynimizi qoruyan faktorlardan biridir. Onun spontan və ya hər hansı bir səbəbə bağlı artması və ya azalması, kələ daxili təzyiq artışı və ya azalması ilə bağlı ortaya çıxan baş ağrıları ola bilər. Doktor, baş ağrıları zamanı əsas müayinə və diaqnostika. İstərdim bu haqda biraz danışaq. Anamnezin önəmini biraz vurğulamaq istəyirik sizlə birgə. Həm də diaqnostika metodları nə dərəcədə belə deyək, effektivdir məhz baş ağrılarında. Baş ağrısında əslində diaqnostika yəni bu ən önəmli vurğulanması gərəkən bir şeydir. Çünki xəstələrə müraciət edəndə ilk başda hətta MRT-mi çəkdirdim nəticəsi ilə hani gəlmək istəyirəm şəklində çox müraciət edirlər. MRT yəni birinci kriter deyil kesinlikle. İlk öncə xəstə mütləq və mütləq müayinədən keçməlidir. Çünki xəstənin anamnezinə görə biz anlatdığı şeylərə görə ağrının xarakteri, başlanma sürəsi, davam etməsi, ağrı kəsiciyə cavab verib verməməsi, eşlik edən, ağrını müşahidə edən simptomların nələrin olub olmaması, ağrının yatanda mı, duranda mı ortaya çıxması, nə qədər vaxtdır ağrı var. Yəni bunlar hamısı ətraflı sorğulandıqda bizdə həkim olaraq bir fikir oluşur ki, bu birincili baş ağrısı mı, ikincili olma ehtimalı varmı, altında bir səbəb axtarmalıyam mı, yoxsa elə birincili baş ağrısıdır. Direkt xəstədən heç bir müayinə, MRT, KT, o bu istəmədən yəni direkt müalicəyə mi başlamalıyam? Bunun üçün yəni anamnez, müayinə çox-çox önəmlidir baş ağrısı xəstəsində. Təbii təyin etdik, müayinə etdik xəstəni. Birincili baş ağrıdsa heç bir müayinə dediyim kimi əlavə faktorlara istəmədən, müayinə vasitələri istəmədən müalicəni təyin edirik xəstəyə. Bu fərqi yoxdur. Gərilim də ola bilər, miqren baş ağrısı da ola bilər və ya fərqli sefalgiya dediyimiz otonom sefalgiya vegetativ sistemlə əlaqəli ortaya çıxan baş ağrılar var. Onlardan biri də ola bilər. Yəni bunların altında illa bir şey axtarmırıq biz. Müayinənin nəticəsinə görə təbii ki. Amma ikincili baş ağrısı şübhəsi varsa bizdə mütləq burada radiolojik müayinə vasitələrindən ən çox istifadə etdiyimiz beyin MRT-si deyəlim. Məsələn, qanamadan şübhələnirik ki, bir subarachnoid qanama çox şiddətli. Ömrümdə ilk dəfə ortaya çıxan belə bir baş ağrım varla xəstə ortaya bizə müraciət edirsə, burada ilk yapacağımız şey əslində KT çəkdirməkdir, kompüter tomoqrafiya. Çünki məsələn, beyin qanaması olma ehtimalı çox yüksəkdir. Qanamadan şübhələnəndə dəyişə bilir. Yəni MRT-dənsə tomoqrafiyanı öncəlikli tərcihimiz olur deyim. Bundan başqa, məsələn, bir epilepsiyadan şübhələniriksə bir EEG müayinəsi istəyə bilirik və ya kəllə daxili basınç təzyiq artışı dedik məsələn az öncə. Ona bağlı bir şeydən şübhələniriksə, beyin onurğa beyni mayesinin müayinəsi və ya meningitdən məsələn şübhələndik, MRT çəkildi, şübhəli qaldıq, yenə beyin onurğa beyni mayesinin görülməsi. Yəni bu müayinə vasitələri ilə bu şəkildə davam edə bilirik. Diaqnozlar qoyulur yəni bu şəkildə. MRT demişkən bir dənə belə haşiyəyə çıxaq. Bəzi pasientlər müraciət edirlər ki, məndə klaustrofobiya var, MRT-ni yəni çəkdirə bilmərəm, ora girə bilmərəm, ya da ona dözə bilmərəm o anda. Nə tövsiyə eləyərsiniz həmin anda? Yəni MRT-ni əvəzləyə bilərmi KT həmin anda? Öncəliklə yenə deyirəm, burada xəstənin şikayəti önəmlidir. Həqiqətən MRT ehtiyacı varmı? Nə qədər əlzəmdir bizim üçün? Çünki məsələn belə deyim, bəzən xəstə müraciət edir, klinikası 4 dörtlük bizə bir miqreni anımsadır. Amma hələ ki 2-3 aydır şikayətləri başlayıbdır. Mən ən azından dəqiq miqren demək üçün bir 3-6 ay heç olmasa bu şikayətlərin olmasını istəyirəm və yeni xəstədə ortaya çıxan 3 aydır yeni bir baş ağrısı var. Nə olduğunu bilmirəm, amma xarakter olaraq miqrenlə uyumludur. Kontrol amaçlı nə olur, nə olmaz mütləq MRT-ni görməliyəm ki, hər hansı bir ikincili baş ağrısını da atlamayım, yəni göz ardı etməyim.
Bu kimi durumda məsələn biraz takib ala bilərik bəlkə ki, yəni xəstənin gedərək ağrısı necədir, nədir, dəyişiklik olurmu, olmurmu, xronikləşirmi, yəni daha da davamiyyətli mi, deyilmi və ya müşahidə edilən fərqli simptomlar əlavə olacaqmı önümüzdəki ay falan, bu şəkildə bəlkə yəni MRT ertələnə bilər. KT ilə əvəz oluna bilərmi? Yox deyim, çünki KT daha çox sümük toxunmasını göstərən və ya beyin boşluqlarını, civləri göstərən bir şeydir. Amma beynin yumşaq toxunmasını bizə, məsələn, beyin qışalarını ayrı-ayrılıqda, toxumada, parenximadakı dəyişiklikləri KT bizə MRT qədər istədiyimiz səviyyədə göstərmir. Təbii nə axtardığımıza bağlı, yenə deyirəm sizə, bir beyin qanamasına şübhələnirəmsə, təbii ki, ilk tərcihim KT olacaq, hətta MRT-dən daha yaxşıdır. Amma orqanik patologiyalar üçün, parenximada olan deyək ki, patologiyalar üçün MRT ilk tərcihimizdir. Klostrofobiyası olan xəstələrə önərimiz genəldə nə olur? MRT-nin açıq MRT dediyimiz forması da var. Yəni illa qapalı bir cihaza girməsi gərəkmir. Sadəcə açıq MRT-lərin keyfiyyət açısından çəkimini normalda radioloqlar da çox sevmirlər. Biz də çox tərcih etmirik. Yəni çox keyfiyyətli çıxmır görüntü. Bəzən axtardığımız bir şeyi görə bilmirik. Amma əlzəmsə qaçınılmazsa, çəkilməlidirsə, hani pis keyfiyyətli belə olsa bəzən xəstə edirkən ən azından açığı çəkdirib bir əmin olaq bəzi şeylərdən. Klostrofobiyası olanlara bir də hani çox əlzəmsə sakitləşdirici bir dərman preparatı bir şey qəbul edərək deyirik ki, məsələn, cihaza girə bilər ki, o sırada sakin qalsın. Yəni onu da eləyə bilirik. Mənim sualıma yetərli cavab aldım. Təşəkkür edirəm sizdən. Baş ağrılarından keçək istəyirəm biraz miqrenə. Miqrendən daha dolğun danışaq. Miqrenin ümumiyyətlə digər baş ağrılarından fərqini istəyirəm biraz izah edək və nahiyə olaraq əsasən harda qarşımıza çıxır əsasən miqren? Miqren ən çox görülən nahiyəsi gicgah nahiyəsi, temporal dediyimiz, temporoorbital göz gicgah nahiyəsi, alın ön nahiyəsində ən çox orada tək tərəfli ortaya çıxır. Amma bu demək deyil ki, sadəcə bu şəkildədir. İki tərəfli də ola bilir, başın başqa nahiyələrində də ağrı yayıla bilir və ya fərqli nahiyələrdə də hiss edilə bilir ağrı. Ortaya çıxan ağrı miqrendə çox spesifik bir tarifi olur xəstələrin. Zonklayıcı, sanki başımın içində damar atır, güm-güm bir şey atır şəklində tarif edirlər və bu ağrını zaten eşidəndə biz ilk ağla gələn hani miqrendir deyim sizə və bu ağrı nə qədər vaxtdır var xəstədə, neçə aydır, neçə ildir, sıxlığı nədir, bir ayda neçə gün olur, nə qədər davam eləyir, başlanğıcı, nə bilim, neçə yaşında başlanıb məsələn. Bunlara görə biraz daha miqrenə yaxınlaşırıq və ağrıya eşlik edən, müşahidə edən simptomlar nələrdir? Xüsusilə bulantı, ürək bulanma, qusmanın olması şərt deyil, amma çox şiddətli ağrılarda, hətta bəziləri qusub biraz rahatlayıram, amma ağrım tam keçmir şikayəti ilə gəlirlər. Bulantı, qusmanın olması, səsdən, işıqdan rahatsızlığın olması nə mənadır? Məsələn, bəzən bunu xəstələr deyir ki, yox, heç bir həssaslığım olmur. Amma hani o baş ağrısı olanda, məsələn, qaranlıq, səssiz bir otaqda dincəlim istəyi, hissi, o belə bizə yetərlidir ki, hani səsdən, işıqdan rahatsızlıq var demək ki. Xəstə işini, gücünü görə bilmir. Yəni ağrının şiddəti o qədər olur, o qədər rahatsız edir, yəni zonklama o qədər olur ki, əlimdəki işi bitirə bilmirəm, sadəcə yatıb dinlənmək istəyirəm. Təbii, hər kəsdə bu şiddətdəmi olur? Xeyr, bəzən daha zəif şiddətdə gedən, daha yüngül formaları da var. Hətta məsələn, bir ayda 2 dəfə çox şiddətli olursa ağrı, 3 dəfə, 5 dəfə və ya daha az, daha belə selim, iyi seyirli deyək ki, yüngül ağrılar ola bilir xəstələrdə. Təbii, bunu sorğuladığımızda yenə də yəni miqren detayları varsa, miqrendən, yəni ilk ağlımıza gələn dediyim kimi, miqren ağrısı ola bilir bu əlamətlərlə. MRT məsləhət görülür miqren zamanı. Məsələn, bunu düşündü. Bu ağrılarla gəldi mənə, anlatdığım kimi gəldi xəstə mənə. Ağrının nə qədər vaxt ortaya çıxdığı önəmlidir. Əgər 3-6 ayı keçibsə, yəni 6 aydan çoxdur bu şikayət var və çox vaxt xəstələr zaten illərdir var deyə gəlirlər. Məktəbdə başlamışdı, əvvəl ayda 1 dəfə olurdu və ya ildə 3 dəfə olurdu. Sonra get-gedə sıxlığı artdı. Artıq ayda 3 dəfə, 5 dəfə olur. Aynen. Yəni çünki miqren ağrıları normalda birdən-birə bir ayın 15 günündə səni narahat edəcək səviyyədə ortaya çıxmır. Çox vaxtı ayda 1, 2 ayda 1, 3 ayda 1 və xəstə bunu çox umursamır. Yəni ağrı kəsici aldım, keçdi. Arada olurdu ağrım, amma çox ciddiyə almırdım. Burada önəmli olan bu ağrı həmin ağrı mı? Eyni ağrı mı sıxlaşdı? Yəni bu çox önəmli bir detay. Çünki bəzən miqreni olan xəstədə daha fərqli bir ikinci il baş ağrısı da ortaya çıxa bilər. Onu da atlamamaq lazım. Və əgər bəli, xarakter olaraq eyni ağrıdır, eyni nahiyədədir və ya fərqli nahiyədə, amma eyni xarakterli ağrıdır, işte şiddəti artıbdır. Əvvəl məsələn 10 üzərindən 5 şiddətdə idi, indi daha belə 8-9 olubdur. Bəzi günlər yenə zəif şiddətdə olur. Bunlara baxaraq belə və uzun müddətli varsa, bəli, miqren deyirik və miqren ağrısı üçün MRT bizə
yəni diaqnozu təsdiqləyən bir şey verməz. Yəni MRT çəkdirmənin heç bir anlamı yoxdur. Yəni mənim xəstələrə ən basit dediyim şey şöyle düşün. Yəni illərdir var bu ağrın. Pis bir şey olsaydı çoxdan başqa bir əlamət ortaya çıxardı. Yəni beyin toxuması belə aynen yəni belə düşünsən zaten beyində bir şey ciddi qorxulu bir şişin olsaydı, qanaman olsaydı çoxdan fərqli bir simptomla özünü göstərərdi. İllərdə olan bir ağrı bu şəkildə yəni əlamətsiz qalmazdı. Hani oradan düşünərək MRT-dən vaz keçirə bilirəm bəzən xəstələr ki, doktor, bəs diaqnozu qoyuldu. Dedik bu insanda məsələn miqren var, elə deyilmi? Ondan sonra müalicə etapları necə gerçəkləşir? İstərdim bu haqqda biraz danışaq. Migren müalicəsi çox adam deyir məsələn migrenin müalicəsi yoxdur. Migren o şəkildə də davam edir və s. Migrenin müalicəsi yox. Yəni yoxdur deməyim. Ağrılar kontrol altına alına bilir, amma kökdən çözən, bəli, mən migreni yox etdim. Artıq bu ağrı səni rahatsız etməyəcək. Və dərmanlara da ehtiyacın yoxdur. Bunu demək şir ürək istərdim. Yəni bunu həqiqətən yəni o şəkildə reklamlara aldanmayın əziz tamaşaçılar. Migreni mən müalicə edirəm deyə sizə bir paket sunan insanlara inanmayın. Bəli. Migren ağrısının müalicəsi migren növünə görə deyək ki, təyin olunur. Kəskin migren var, xronik migren var. Nədir kəskin? Kəskin migren bir ayda 5-6, hadi deyim ən fazla 6-7 ağrısı olur xəstənin. Yəni bir ayın 6-7 günündə ağrı xəstəni rahatsız edir. Və ağrı kəsici alanda da keçir bu ağrı. Elə bizim önərimiz odur ki, ağrı kəsici al keçsin. Yəni bunun üçün düzənli dərman qəbuluna ehtiyac yoxdur. Yox, əgər ağrının sıxlığı artdı, şiddətli artdı məsələn ya da ayda məsələn 3 gün 3 atak olur deyək, 3 ağrısı olur, amma hər ağrısı da 3 gün çəkir. Migren ağrısı hardasa bir 36-72 saat çəkə bilən ağrıdır. 3 gündə çəkir, yəni azalır şiddəti, amma 3 gün başım ağrıyır, məni rahatsız edir bir xəstə ki, bu hardasa bir ayın gəlib 10 günündən çıxır, yəni 3 atak var deyə bu səfər də yox, ya da ağrı kəsici at, yox, bunu deyə bilmirik xəstəyə. Buna görə ağrının sıxlığı və şiddəti artırsa, artıq daha xroniki migreni daha fərqli ələ alırıq. Ağrı kəsici kesinliklə və kesinliklə önərilmir. Niyə? Çünki ağrı kəsicinin çox qəbul edilməsi özü ikincil bir baş ağrısı səbəbidir və ən çox görülən baş ağrılarından biridir. Gərilim bənzəri ikincil bir baş ağrısının ortaya çıxmasına səbəb olur ağrı kəsici qəbulunun sıx olması. Və istifadə etdiyimiz fərqli qrup dərmanlar vardır ki, burada məsələn bəzilərin xəstəyə görə təbii seçirik. Təzyiqi olan xəstəyə verə biləcəyimiz dərman fərqli olur. Nə bilim bir epilepsiyası olan bir xəstədirsə, məsələn yanaşı miqreni varsa daha fərqli dərman tərcih edə bilirik. Ya da stresə ən çox günümüzdə o görürük çünki ona görə məsələn daha fərqli bu antidepressan qrup dərmanları tərcih edə bilirik. Belə bu şəkildə xəstəyə görə hansı dərman qrupuna uyğundursa onu təyin edirik və bu dərmanlar ağrı kəsici deyillər. Sadəcə ağrı olanda qəbul edilən dərman deyil. Bu dərmanlar düzənli, davamlı qəbul gərəkdirir. Belə ki, xəstə bəzən deyir ki, hani arada atdım, amma çox təsir eləmədi. Ağrı kəsici deyil. Necə ki, təzyiq xəstəsi təzyiqin yüksəlməsini gözləmədən hər gün dərmanla atmalıdır. O şəkildə bu xəstələrdə daim, gündəlik, hər gün ağrı oldu-olmadı dərmanı qəbul etməlidirlər. Ağrının çünki əmələ gəlmə mexanizmasını deyək, əngəlləyir bir növ bu dərmanlar. Tam olaraq hangi mexanizma ilə əngəlləyir, o da hətta deyim, bəlli deyil. Amma yəni çalışmalarla, protokollarla təyin edilən dərman vasitələridir bunlar. Son zamanlar satışa migren papaqları dediyimiz, migren maskaları dediyimiz şeylər çıxıb. Belə deyək, onu ya soyudursan, belə deyək, başa keçirirsən, ya isidirsən, başa keçirirsən. Ümumiyyətlə temperatur fərqinin bu şəkildə kəskin olması migrenə bir təsiri varmı ümumiyyətlə? Temperaturu belə izah edeyim. Az öncə dedim ki, vazodilatasiya, yəni damar genişlənir, beyin qişasıdakı damarlar deyək ki, və buna bağlı ağrı ortaya çıxır. Temperatur burada o anlamdadır ki, məsələn buz qoyur bəzi xəstələr, o damarı daraltmağa çalışırsan sən ki, ağrını azalsın və buzun, hani o soyuq papağın deyək ki, bəlkə də faydası ola bilər, amma isti papağın faydası olmaya bilər. Ondan əmin soruşmaq istəyirəm ki, yəni o şəkildə bir marketinq də oynayır migren üzərindən ki, hə biz sizə bu şəkildə bir çözümlər də təklif eləyirik. İndi artıq bir uzman nevroloqun ağzından belə bir şey eşitdiniz. Bu xroniki migren müalicəsində eyni zamanda dərman müalicəsi ilə yanaşı enjeksiyon müalicə üsulları vardır ki, bunlar daha çox oksipital sindrom blokadası ilə gedən qon blokajı dediyimiz işləm və bir də botoks işləmidir. Botoks bu arada şey deyildir, yəni estetik botoks olaraq sadəcə alın nahiyəsinə uygulanan botoks deyil. Beynimizin hardasa 52, bəzən 72 nöqtəsinə uygulanan bir fərqli yerlərə, yəni girişimsəl botulinum toksini enjeksiyonudur. Və bunun faydası bəzən bu xroniki dirəncli dərmana cavab verməyən xəstələrdə hani tərcih oluna bilir botoks müalicəsi. Bəzən isə bəzi xəstələr dərmanı mən düzənli atmaq istəmirəm.
hani direkt nə edə bilərəm? Onda deyirik ki, yəni botoksdan fayda görə bilərsən. Botoks denənə bilir xronik ağrılarda. Amma botoks da yəni çox qalıcı deyil, onu deyim və onun da nəticəsi yəni %100 fayda görəcəksən deyil. Hani 80%, 80-90% yaxın botoksdan fayda görmə ehtimalı və ya qol blokajında 60-70% deyim belə fayda görmə ehtimalı varsa heç fayda görməmə. Həqiqətən çox dirəncli nə botoks, nə blokaj, nə dərman, heç nə dinləməyən ağrılarda olur bəzən miqrendə. Ki bunun hani nə edə bilərik desəz o zaman ən önəmli şey bu risk faktorlarından xəstələr hani özlərini qoruya bilərlər. Yuxusuzluqdan, istirahət, yəni stres, gərginlik ən azından bunlardan biraz daha uzaq olaraq daha bu şəkildə bir rahat bir ağrılardan həyat uzaq sürə bilərlər. dura bilərlər. Bəli, doktor. Təşəkkür edirəm mən sizə həm bu qədər faydalı məlumatlarınıza görə, həm açıqlayıcı, maarifləndirici çıxışınıza görə. Mən elə gəlir tamaşaçılarımız da bundan belə deyək, həm seyir zövqü duydular, həm də ki maarifləndilər. Doktorumuzu bir daha sizlərə tanıtmaq istəyirəm ki, bizim bugünkü qonağımız HP Güvən Klinikasının uzman nevroloqu Aygül Mahmudova idi. Təşəkkür edirəm sizə doktor bir daha. Ümid edirəm gələn verilişlərdə sizi burada görmə imkanımız olar. İnşallah. İnşallah doktor. Əziz tamaşaçılarımız, səhhətimizin bugünkü buraxılışı bu qədər idi. Səhhətimiz verilişinə tək ARB ekranlarından yox, həm də sosial media hesablarından baxa bilərsiniz. Şərhlər bölməsində suallarınızı qeyd edə bilərsiniz. Biz də o sualları burada doktorlarımızla birgə cavablamağa çalışarıq. Səhhətimiz sağlam gələcəyin təminatıdır. Gələn görüşlərə dək.